Salam, mən Premium Akademinin İngilis dil müəlliməsi Nərgiz Əlizadə. Bugün sizlərlə 21 dekabr tarixində kursumuzda Premium Akademide keçirilmiş sınaq imtahanımızın İngilis dil suallarının 11-ci sinif üzrə izahını verəcəm. Gəlin ilk növbədə listening sualları ilə tanış olaq. Mən listeningi səsləndirəcəm, daha sonra isə sualların izahına keçəcəm. Gəlin listeningi dinləyək. Turkey has a rich culture shaped by history and traditions. In Turkey, people are very friendly. Family is very important, and people respect the elders. Hospitality is a strong value, and guests are often welcomed with tea or coffee. One interesting tradition is asking the bride's family for permission to get married. During this visit, the bride may serve salty coffee to the groom to test his patience. Another custom is pouring water behind someone who is leaving, which is believed to bring a safe journey. In daily life, Turkish people often remove their shoes before entering a home as a sign of respect and cleanliness. On holidays, young people kiss the hands of elders to show respect. Weddings are large celebrations with music, traditional dances, and family gatherings. These traditions help Turkish people keep their culture alive. Gəlin indi isə sualların izahına keçək. Birinci sualda, 56-cı sualda hər zamanki kimi mətn nə haqqındadır deyə soruşur. Mətn listeningdən də dinlədiyimiz kimi Türkiyənin mədəniyyəti və adət-ənənələri haqqındadır. Buna görə də düzgün cavabımız B variantı olacaq. 57-ci sual. Which statements are true according to the passage? Dinlədiyimiz mətnə əsasən düzgün cümlələri seçmək tələb olunur. Guests are often welcomed with tea or coffee. Bəli, bu düzgündür. Qonaqlara çay və kofe təklif olunur. Çay və kofe ilə qarşılanır tez-tez. Bəli, bir düzgündür. 2-də bride serve sweet coffee to the groom to test his patience. Gəlin bəyə onun səbrini test etmək üçün, yoxlamaq üçün sweet coffee, şirin kofe verir. Xeyr, şirin kofe yox, salty coffee servis edirdi ona. Buna görə də 2 yanlış olacaq. 2 olan variantlara çıxırıq. Üçüncü cümlədə Turkish people often remove their shoes before entering a home. Bəli, bu da düzgündür. Türk xalqı evə daxil olmazdan əvvəl ayaqqabılarını qapının girişində, evin girişində soyunurlar. Buna görə qoyurlar, yəni evin girişində. Remove their shoes before entering a home. Evə daxil olarkən öz ayaqqabılarını çıxarırlar. Düzgündür. Düzgün cavabımız 1 və 3 A variantı olacaq. 4-də isə pouring water behind someone living is believed to bring bad luck. Listeningdə isə bad luck yox, good luck deyə səsləndi. Buna görə 4-cü cümləmiz də yanlışdır. 58-ci sual. During Turkish weddings, people usually have music, traditional dances and family gatherings. Düzgün cavabımız C variantı olacaq. Hansı ki, listeningdə də bu cümlə səsləndi. 59-cu sualla davam edirik. 59 və 61-ci suallar açıq sual nümunələridir. Cümləni düzgün şəkildə tamamlamalıyıq listening mətninə əsasən. 59-cu sualda Turkish people often remove their shoes before entering a home. Listeningdə də səsləndiyi kimi as a sign of respect and cleanliness. Cleanliness. Düzgün şəkildə bu tipdə olacaq cümləmiz. Turkish people often remove their shoes before entering a home as a sign of respect and cleanliness. Türk insanlarının öz ayaqqabılarını evə girərkən çıxarmağı hörmət və təmizlik rəmzidir, simvoludur. 60-cı sual. Why do young people kiss the hands of elders? Nə üçün cavan insanlar yaşlı insanların əllərini öpürlər? Listeningdə də səsləndiyi kimi düzgün cavabımız because they show their respect. Onlar
Uşaqlar öz hörmətlərini bildirmək üçün yaşlıların əllərini öpürlər. Düzgün cavabımız because they show their respect bu formada olacaq. 61-ci sualda write one adjective from the passage that describes Turkish people. Türk xalqını təsvir edən bir adjektivi yazmaq tələb olunur. Düzgün adjektivimiz friendly. Mehriban, səmimi, dostcasına, listeningdə də səsləndiyi kimi friendly düzgün cavabımız olacaq. Qrammatik sual, mətnin sualları ilə davam edirik. 62 və 69-cu suallar mətn suallarını əhatə edir. Mətn suallarının izahına keçməzdən əvvəl gəlin mətni oxuyaq, tərcümə edək. Daha sonra isə sualların izahına keçid edək. Japan is famous for its special New Year traditions. Yaponiya yeni il ənənələri ilə məşhurdur. Unlike in many countries where New Year is mostly about parties and fireworks, the Japanese focus on family, reflection and customs. Bir çox ölkələrdə yeni il əsasən şənliklər və atəşfəşanlıqla əlaqələndirildiyi halda Yaponlar ailəyə, düşünməyə və adət ənənələrə diqqət yetirirlər. Before New Year, Japanese families clean their homes carefully. Yeni ildən əvvəl Yapon ailələri evlərini diqqətlə təmizləyirlər. This is called osoji. Bu osoji adlanır. Yəni evlərini dərindən yeni ildən əvvəl özlərinin evlərini təmizləməyi osoji adlanır. They believe that cleaning the house will remove bad luck from the past year and bring a fresh start. Onlar inanırlar ki, evi təmizləmək keçən ilin pisliklərini uzaqlaşdırır və yeni bir başlanğıc gətirir. People also buy new decorations and prepare special foods. İnsanlar həmçinin yeni bəzəklər alır və xüsusi yeməklər hazırlayırlar. On New Year's Eve, many people go to temples or shrines to pray for health, success and happiness. Yeni il gecəsi bir çox insan sağlamlıq, uğur və xoşbəxtlik üçün dua etmək məqsədi ilə məbədlərə və ziyarətgahlara gedir. At midnight, temple bells are rung 108 times in a ceremony called Joyo no Kane. Gecə yarısı məbəd zəngləri Joyo no Kane adlı mərasim zamanı 108 dəfə çalınır. 108 dəfə çalınır. 108 rəqəmi insan günahlarını simvolizə edir və zənglərin çalınması onların aradan qaldırılması məqsədi daşıyır. Yəni insan günahlarının aradan qaldırılması məqsədi daşıyır 108 dəfə zəngi çalmaq. Food is very important. Yemək çox vacibdir. Ailələr bir çox families eat osaki ryori, a traditional meal with many dishes. Ailələr bir çox yeməkdən ibarət olan ənəvi osaki ryo yeməyini yeyirlər. For example, each dish has a special meaning. Hər bir yeməyin xüsusi mənası var. For example, black beans represent health and herring roe represent a wish for many children. Məsələn, qara lobiya sağlamlığı, siyənək kürüsü isə, siyənəyin yumurtaları kürüsü isə çox övlad arzusunu ifadə edir. Yəni çox övladlılığı ifadə edir. Children also get otoshidami money in red envelopes. Uşaqlar otoshidama adlanan qırmızı zərflərdə verilən pul hədiyyələri alırlar. Additionally, Japanese people send New Year cards called Ningoja to friends and relatives, wishing them a happy and prosperous year. Bundan əlavə Yaponlar dostlarına və qohumlarına xoş və bərəkətli yeni il arzulamaq üçün Ningoja adlı yeni il açıqçaları göndərirlər. Overall, New Year in Japan is not only fun but also a time to think about the past year and hope for a good future. Ümumilikdə yeni il Yaponiyada təkcə əyləncə deyil, həm də keçən ili düşünmək və yaxşı gələcəyə ümid etmək vaxtıdır. It mixes old customs with modern life, making the holiday meaningful and special.
Bu bayram köhnə adət-ənənələrlə müasir həyatı birləşdirərək onu mənalı və xüsusi edir. Gəlin indi isə listening suallarına baxaq. 62-ci sualda the passage is mainly about mətn nə haqqındadır? Düzgün cavabımız B variantı olacaq. How Japanese people celebrate New Year and their tradition. Yeni ili necə qeyd etmələri haqqındadır. Düzgün cavabımız B variantı olacaq. Digər variantlar isə mətnin adı ilə əlaqəsi yoxdur. 63-cü sualda sualın düzgün cavabını seçmək tələb olunur. Why do Japanese families clean their homes before New Year? Nə üçün yeni ildən əvvəl öz evlərini təmizləyirdilər Yapon ailələri? Çünki onlar hesab edirdilər ki, to remove last year's bad luck and start fresh. Yeni ötən ilin pisliklərini atır və təmizlənməyi ümid edirdilər. Buna görə də düzgün cavabımız B variantı olacaq. Choose the correct variant to complete the sentence according to the passage. Mətnə əsasən cümləni tamamlamaq tələb olunur. Temple bells are rung 108 times because məbədlərdə 108 dəfə zəng çalınırdı. Səbəbi nə idi bunun? It symbolizes removing human sins. Düzgün cavabımız B variantı olacaq ki, insanı pisliklərindən təmizləmək məqsədi daşıyırdı. B variantı düzgün cavabımızdır. Mətnin içinə də baxsaz, həmin cümləni görə bilərsiniz. Baxın, burada qeyd olunub. Stands for human sins and ringing the bells is meant to remove them. Yəni, insanın daxilində olan pisliklərin təmizlənməsi məqsədi ilə 108 dəfə zəng bu məqsədlə çalınırdı. 65-ci sualla davam edirik. 65-ci sualda which statement is true according to the passage? Mətnə əsasən düzgün olan variantı seçmək tələb olunur. Asoji-ryori is a type of temple. Bu yanlışdır. Baxın, mətnin içindən gəlin sizə göstərim. Asoji-ryori baxın, burada qeyd olunub. Asoji-ryori, a traditional meal with many dishes. Bir çox yemək. Asoji-ryori onların milli yeməyi idi. Burada isə 65-ci sualda isə a type of temple qeyd olunub. Buna görə də A variantı yanlışdır. B variantında children receive money in red envelopes called otoshidama. Bəli, bu düzgün variantdır. B variantı düzgün olacaq. Uşaqların qırmızı zərfdə verilən pul hədiyyələri otoshidama adlanırdı. Mətnin içinə diqqət yetirsəz, görəcəksiniz ki, B variantı düzgündür. C variantında Japanese people only celebrate with parties. Yalnız parti keçirirdi. Partilər qeyd edirdilər. Xeyr, onlar yeni ili və xüsusi bayramların hər birini qeyd edirdilər. Buna görə C variantı da yanlışdır. Joyanokin is a type of food. Xeyr, bu da yanlışdır. Mətnin içinə baxsaz görərsiniz ki, Joyanokin məbəddə 108 dəfə çalınan zəngə deyilirdi. Qida növü, ərzaq növü deyildi. People don't send New Year cards. Bu da yanlışdır. İnsanlar bir-birinə yeni il kartları göndərmirdilər. Mətnin içində isə göndərirlər deyə qeyd olunmuşdu. 66-69-cu suallar açıq sualları əhatə edir. 66-cı suala baxaq. Which word from paragraph 2 best fits the following definition? To speak to God, especially to give thanks or to ask for help. Allahla danışmaq, xüsusilə ona təşəkkür etmək və bir şey üçün ondan kömək istəmək nə adlanır? İkinci abzasda qeyd olunan to pray sözü, yəni dua etmək sözünün izahıdır. Bu izah to pray sözünün, dua etmək sözünün izahıdır. Düzgün cavabımız to pray olacaq.
67-ci sual. Write a synonym of the word flourishing from paragraph 4. Paragraf 4-dəki flourishing sözünə sinonim olan bir sözü tapmağımız tələb olunur. Gəlin mətnin içində mən həmin sözü sizə göstərim. Baxın, mətnin içində 4-cü abzasda verilmiş prosperous sözü flourishing sözünün sinonimidir. Yəni çiçəklənən bir il mənasında işlənib. Buna görə də düzgün cavabımız elə prosperous olacaq. 68-ci sual. Complete the sentence by changing at least two words according to the passage. Mətnə əsasən iki sözü dəyişməklə cümləni tamamlamaq tələb olunur. They believe that cleaning the house. Gəlin ilk növbədə mətnin içindən bu cümlənin davamını tapaq və iki sözü dəyişək. Mətnin içində həmin cümləmiz, baxın, burada qeyd olunub. They believe that cleaning the house will remove bad luck from the past year and bring a fresh start. Burada biz bad luck ifadəsini misfortune ilə əvəz edə bilərik. Misfortune, pislikləri, bədbəxtlikləri. Həmçinin past year ifadəsini past previous sözü ilə əvəz edə bilərik. Previous, ötən il, keçən il, last year və yaxud da previous year. Həmçinin də fresh startı new beginning ilə əvəz edə bilərik. New beginning. Bizdən iki söz dəyişmək tələb olunurdu. Rahatlıqla üç sözü dəyişə bilərsiniz. İndi isə 69-cu suala baxaq. 69-cu sualda answer the question by expressing your opinion, write at least 3 sentences. Öz fikrini yazmaq tələb olunur sualı əsasən. Ən az 3 cümlə ilə ifadə etmək lazımdır. Do you think it's important to keep traditional celebrations like New Year today? Why or not? Sən fikirləşirsən ki, adət-ənənələri qoruyub saxlamaq vacibdir. New Year, yeni il kimi bayramları, həmçinin də digər adət-ənənələri qoruyub saxlamaq bugün də vacibdir. Niyə və niyə görə yox? Mən burada 3 cümlədən də artıq cümlələrlə həmin sualı əhatə edəcək dərəcədə cümlələr yazmışam. Siz də həmin suala uyğun şəkildə öz cümlələrinizi yazaraq düzgün balınızı ala bilərsiniz. İndi isə qrammatik sualların izahı ilə davam edirik. 70-ci sualdan bizim qrammatik suallarımız başlayır. 70-ci sualda choose the correct sentence in the possessive case. Yiyəlik halda olan düzgün cümləni seçmək tələb olunur. Birinci cümlədə the student's homework was very difficult. Baxaraq ki, apostrof ismə qoşulub və özündən sonra isim gəlib tamamilə düzgündür. İkinci cümlədə the cat sleeping on the roof. The cat is sleeping. Yəni burada qeyd olunan apostrof s izin qısaldılmış formasıdır. Buna görə də 2-ni çıxırıq. 2 olan variantlar yanlışdır. Üçüncü cümlədə Sarah's help was appreciated by everyone. Sarahın köməyi. Bəli, üçüncü cümləmiz də düzgün yiyəlik haldır. Dördüncü cümlədə my brother is going to. Yəni bu to be going to ifadəsidir. Buna görə is going to olduğu üçün 4'ü də çıxırıq ki, 4 də yiyəlik. 71-ci sualla davam edirik. 71-ci sual adjective adverb mövzusu ilə bağlıdır. Cümləmizə baxırıq. He rides a motorbike. Birinci tərəfdə rides, yəni feil işlənib. Ona görə bu hissədə adverb qoyacağıq. Digər tərəfdə isə bizim feilimiz to be feili olduğu üçün bilirik ki, to be feilindən sonra adjective işlənir. Yəni bu hissədə bizə adjective qoymaq lazımdır. İkinci tərəfdə adjective, birinci tərəfdə isə adverb qoyacağıq. A variantına baxsaq, ikinci tərəfdə badly işləndiyi üçün A variantı yanlışdır. B variantında həm də fikir verməliyik ki, birinci tərəfdə qarşıda bizdə to işlənib. Yəni adverbi biz adi dərəcədə qoymalıyıq. B variantında isə more dangerous olduğu üçün yanlışdır. C variantını hələ ki saxlayırıq. D variantında the most dangerously yanlışdır. Qeyd etdiyim kimi to'dan sonra adi dərəcə işlənir. Həmçinin Y variantında da much dangerous ifadəsi yanlışdır ki, to'dan sonra biz adi dərəcədə olan zərf işlətməliyik. Düzgün cavabımız C variantı olacaq. 72-ci sual.
72-ci sual pronoun mövzusu ilə əlaqəli bir sual nümunəsidir. Baxırıq ki, bu hissədə bizim pronounumuz I'dır və buna uyğun şəkildə də əvəzlik qoymaq tələb olunsa, ikinci tərəfə baxsaq, görərik ki, qayıdış əvəzliyi, həmçinin də bəzi hissələrdə bizdə object pronounlar, yəni şəxs əvəzliyinin obyekt halı işlənib. I-ın qarşılığı olaraq düzgün qayıdış əvəzliyini seçmək myself olardı. İkinci tərəfə myself uyğun olan variant elə D variant olacaq ki, don't worry about me. Mənim üçün narahat olma. I can look after myself. Mən özüm öz qayğıma qala bilərəm. Digər variantlarda baxsaq, I-ya uyğun şəkildə her uyğun deyil, us uyğun deyil. Həmçinin A variantında themselves, himselves, bunların heç biri I-ın qarşılığında qoyula biləcək pronoun, əvəzlik deyil. Buna görə də düzgün cavabımız D variantı olacaq. Don't worry about me. Birinci tərəfdə də söz önü işləndiyi üçün obyekt əvəzliyi, ikinci tərəfdə isə I-ın qarşılığı olaraq qayıdış əvəzliyi myself işlədəcəyik ki, mənim üçün narahat olma, I can look after myself. Mən özüm öz qayğıma qala bilərəm. Düzgün cavabımız D variantı olacaq. 73-cü sual artiklla bağlı sual nümunəsidir. Baxırıq ki, water consists of hydrogen and oxygen. Baxırıq ki, ikinci tərəfdə qazlardan söhbət gedir. Hidrogendən və oksigenden ibarətdir su. Bilirik ki, biz qaz və maye halında olan isimlərlə heç bir artikl işlənmir. İkinci və üçüncü tərəflərdə boşluq olacaq. Su haqqında isə ümumi danışıldığı üçün burada da heç bir artiklın işlənməsinə ehtiyac yoxdur. Biz bilirik ki, bir isim haqqında ümumi məlumat verərkən heç bir artiklı işlətməyə ehtiyac yoxdur. Water consists of hydrogen and oxygen. 74-cü sual. Düzgün variantı seçmək tələb olunur. Maza is going to buy. Baxırıq ki, nöqtələrdən sonraki ismimiz sugar sayıla bilməyən tək isimdir. Buna görə də birinci tərəfdə sayıla bilməyən tək isim olduğu üçün Y variantını çıxarıq ki, few işlədə bilmərik. Cümləmiz inkar cümləsi olmadığı üçün eni də işlətməyə ehtiyac yoxdur. Digər tərəfdə, ikinci tərəfdə isə only ifadəsini görürüksə, biz bilirik ki, only'dən sonra a few, a little və some işlənir və burada da sugar'dan söhbət getdiyi üçün only a few yox, only a little işlədəcəyik. Düzgün cavabımız B variantı olacaq. Maza is going to buy some sugar because there is only a little at home. 75-ci sual. Cümləni düzgün şəkildə passive voice-a çevirməyə tələb olunur. Baxarıq ki, cümləmiz has advised present perfect zaman formasındadır. Deməli, biz bunu has been və yaxud da have been formasında axtaracağıq və ilk növbədə də məlum cümlənin mübtədasını məchulda atmalıyıq. Ən birinci, ən əsas qızıl qaydamız odur ki, cümləni passivə çevirərkən məlum cümlənin mübtədası passivdə yerində qalmasın. Yəni A və B variantlarını çıxacağıq. Z mənim tamamlığım olduğu üçün onun mübtəda funksiyasına gətirirəm. Cümlənin əvvəlinə keçirirəm. They have been advised formasında cümləmi axtarıram. Düzgün cavabım D variantı olacaq. Digər variantlarda, məsələn, C-də have-in yanında been yoxdur. Y-də isə were been forması mənə lazım deyil. Həm də bu yanlış formadır. Biz bilirik ki, was, were, am, is, are, been deyə bir şey yoxdur. Been, have been, has been, had been formasında olur. 76-cı sual. Choose a sentence which can be changed into the passive. Hansı cümlə can be changed? Çevrilə bilir. Passivə çevrilə bilən cümləni seçməliyik. B-yə baxsaq, məsələn, B variantında görərik ki, the solution echo, biz bilirik ki, bəzi feillər var ki, onlar özlərindən sonra tamamlıq tələb etmir və həmçinin də bu feillər işlənən cümlələr passivə çevirməyə mümkün deyil. Bu feillərdən biri də echo feilidir. Buna görə B variantını çıxırıq. Həmçinin happened feili D variantını çıxırıq və arrive feili. Bu variantları çıxırıq ki, bu feillər işlənən cümlədə tamamlıq işlənmədiyi üçün
bu cümlələr passive voice-a çevrilə bilmir. Biz bilirik ki, bir cümləni passive voice-a çevirmək üçün o cümlənin tamamlığı olmalıdır. C variantında Sally has two brothers and sisters. Sally'nin iki qardaşı, bir bacısı var. Burada da yəni tamamlığa çevirmək mümkün deyil bu cümləni. Çünki has got vardır kimi işlənib has ifadəsi burada. Düzgün cavabımız A variantı olacaq. Everybody loves her so much. Tamamlığımız var. Mübtədanı atıb tamamlığı qabağa keçirərək bu cümləni passivə çevirə bilərik. Düzgün cavabımız A variantı. 77-ci sual. Zamanlarla bağlı bir sual nümunəsidir. Baxırıq ki, cümlənin əvvəlində when bağlayıcısı işlənib. Daha sonra cümlənin sonunda since morning işlənib. Həmçinin burada anything var. Anything varsa təbii ki, burada bir inkarlıqdan söhbət gedəcək. Sonuncu tərəfdə inkar cümlə axtarmalıyıq. Buna görə C, D və Y variantlarına çıxırıq. Zaman uzlaşmasını da nəzərə alaraq düzgün cavabımız A variantı olacaq. Çünki digər tərəfdə, məsələn, B variantına baxsaq, when Thomas arrive yox, arrives deyərik. Daha sonra gələcək zaman, sonra present perfect zamanlar düzgün şəkildə deyil. Amma A variantına baxsaq, when Thomas arrived home, he was hungry as he hadn't had anything since morning. Düzgün cavab A variantı olacaq. 78-ci sual. So do I, neither do I mövzusu ilə bağlı bir sual nümunəsidir. Cümləmizin ilk növbədə təsdiq və ya inkarda olmasına baxırıq. Cümlədə hardly işlənib. Deməli ki, cümləmiz inkardadır. Buna görə də B, C variantlarına çıxırıq ki, cümləmiz inkardadırsa, cavabımız da inkarda olmalıdır. Və strukturumuz bilirik ki, köməkçi feil so və yaxud da neither köməkçi feil mübtəda şəklində olmalıdır. D və Y variantlarında cümləmizin strukturu pozulub. Neither'dən sonra could, daha 84-cü sualla davam edirik. 84-cü sualda cümlənin tərcüməsinə uyğun, kontekstə uyğun şəkildə düzgün sözü qoymaq tələb olunur. Drinking enough water every day can prevent dehydration. Hər gün kifayət qədər su içmək bədəndə susuzlaşmanın qarşısını ala bilər. Düzgün cavabımız B variantı olacaq. Kifayət qədər su içmək, hər gün kifayət qədər su içmək, dehydration susuzlaşma deməkdir. Susuzlaşmanın qarşısını ala bilər. B variantı düzgün cavabımızdır. Yəni kontekstə uyğun olan B variantıdır. Increase azaltmaq deməkdir. Cause səbəb olmaq, damage zərər vurmaq, ziyan vurmaq, ignore da həmçinin blok etmək mənasında işlənir. 85-ci sual. Choose the opposite meaning to the underlined word. Altından xətt çəkilmiş sözün antonimini, opposite meaningini tapmaq tələb olunur. Polite nəzakətli deməkdir. Onun antonimi impolite və rude. 1 və 3 olacaq. Düzgün cavabımız Y variantı. Friendly, respectful isə polite sözünün sinonimi hesab olunduğu üçün, antonim lazım olduğu üçün bizə 1 və 3-ü götürəcəyik. Suallarımızın izahı bu qədər. Əgər videomuzu bəyəndinizsə, videomuzu bəyənməyi, kanalımıza abunə olmağı unutmayın və həmçinin kursumuzun təşkil etdiyi sınaqlarda iştirak etmək üçün açıqlama bölməsində qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz. 9-cu sualla davam edirik. 79-cu sual, sual cümləsinin passivə çevrilməsi ilə bağlı bir sual nümunəsidir. Baxırıq ki, ilk növbədə cümləmiz past continuous'dadır. Was making. Əgər cümləmiz past continuous'dadırsa, was being formasında axtarmalıyıq və cümlədə bəzi nüanslara fikir verməliyik ki, cümləni passivə çevirərkən məlum cümlənin mübtədası yerində qalmasın. Həmin cümlənin tamamlığı gəlsin mübtəda yerinə. Yəni, mən mübtəda yerinə 2-2 qoyacam. Your mazəni həmin cümlədə işlətmək istəyirəmsə, by your mazə şəklində işlədəcəm. Buna görə də A variantına baxsam,
Why was a cake made? Passivi bildirən being, yəni davam ediciliyi bildirən being artırılmadığı üçün. Baxın, bu feilin sonundakı makingin sonundakı ing-ni mən being əlavə edib feilimi participle to-ya salmalıyam. Past continuous-a, passive voice-a, past continuous-da passive voice-dan danışarkən feilin sonundakı ing-ni being-in sonuna atıb, feilimi isə participle to-da işlədirəm. Burada isə baxırıq ki, bizim beingimiz yoxdur. Yəni past continuous-un passivini bildirən sözümüz yoxdur. Buna görə A variantı yanlışdır. B variantında həmçinin də burada baxın your mazəni mən baysız işlətdiyim üçün, cümlədə baysız verildiyi üçün də bu cümlə yanlışdır ki, mübtəda, məhsul növünün mübtədası baysız işlənə bilməz. B variantında why was a cake made by your mother at this time yesterday? Burada da past continuous'u bildirən being olmadığı üçün B variantı da yanlışdır. C variantında isə why was a cake being made your mother at this time? Burada da your mother'ni baysız verdiği üçün C variantı da yanlışdır. D variantında why was a cake being made by your mother at this time? D variantı tamamilə düzgündür. Baxıram ki, was və being, davam ediciliyi bildirən being də buradadır. Həmçinin tamamlığı mübtəda funksiyasında işlənib və məlum cümlənin mübtədası da məhsulda by ilə verilib, tamamilə düzgündür. Y variantında why was being köməkçi və əsas feil yanaşı gələ bilməz. Yəni, cake was a cake being made formasında olmalıydı. Buna görə Y variantı da yanlışdır. Düzgün cavabımız D variantı olacaq. 80-ci sual. Choose a correct pair of synonyms. Düzgün sinonim cütlüyünü seçmək tələb olunur. Bir də angry, furious düzgündür. Sinonim cütlüyüdür. Qəzəbli deməkdir. 2-də tired, energetic antonim cütlükdür. Bizdən sinonim cütlük tələb olunur. 3-də beautiful, pretty düzgündür. 4-də dangerous, safe antonim cütlüklərdir. 5-də honest, truthful düzgündür. Hər ikisi doğru, dürüst deməkdir. 6-da isə weak, strong antonim cütlüklərdir. Düzgün cavabımız 1, 3, 5 A variantı olacaq. 81-ci sual. Zamanlarla bağlı bir sual nümunəsidir. Baxırıq ki, cümləmizin əvvəlində by the time zaman bağlayıcısı işlənib. By the time zaman bağlayıcısı özündən sonra past simple, digər tərəfdə isə past perfect zaman forması ilə işlənir. Buna görə də düzgün cavabımız Y variantı olacaq. Became and had started. Y variantı düzgün cavabımızdır. A variantına baxsaq, become present simple'dır. B variantında həmçinin becomes present simple, has studied present continuous. Lakin by the time bağlayıcısı ilə qeyd etdiyim kimi past simple və past perfect zaman formaları uzlaşır. C variantında da həmçinin zaman uzlaşması pozulub. D variantında da zaman uzlaşması və mübtəda xəbər uzlaşması pozulduğu üçün yanlışdır. Düzgün cavabımız Y variantı olacaq. 82-ci sualda choose the correct sentence in the passive voice. Passivdə olan düzgün cümləni seçmək tələb olunur. Baxırıq ki, birinci cümlədə passivdə olan cümlədə biz bilirik ki, to be plus participle to düsturu olmalıdır. Və have, has, had işlənibsə cümlədə onların yanında bini olmalıdır. Yəni present perfect'i və past perfect'i passivə çevirərkən onun yanında have, has, had, been formasında binini işlətməliyik. Birinci cümləyə baxsaq görərik ki, 200 people have yanında bini yoxdur. Buna görə də bu cümlə passivdə deyil. Have been employed olsaydı düzgün olardı. İkinci cümlədə where was the house built by your grandfather in 1999 düzgündür, passivdədir bu cümlə. Was və built, yəni to be və participle to düsturuna əməl olunduğu üçün ikinci cümləmiz düzgündür. Üçüncü cümlədə cümlənin sonu bilirik ki, sifətlə
bitərsə, bu cümlə passiv hesab olunmur. Buna görə 3-ü də çıxırıq. 4-cü cümlədə isə will the room be cleaned tamamilə düzgündür. 2 və 4. Düzgün cavabımız 2 və 4 olacaq və bu cümlələr passivdədirlər. 83-cü sual. Match the words to their definition. Sözləri izahları ilə uyğunlaşdırmaq tələb olunur. To struggle, mübarizə aparmaq. Irresponsibility, məsuliyyətsizlik. Prosperity isə çiçəklənmiş, inkişaf etmiş deməkdir. To struggle, mübarizə aparmaq. Baxırıq ki, feildir və feilin izahı da feil formasında verilməlidir. Buna görə də 1-ə olacaq C variantı. To struggle, to try very hard to do something difficult or to deal with a problem. Çətin bir şeylə mübarizə aparmaq, çətin bir problemin öhdəsindən gəlmək, onu həll etmək. 1-ə C, 2-də irresponsibility, məsuliyyətsizlik, lack of care or failure to behave in a sensible or responsible way. 2-də B, 3-də isə prosperity, çiçəklənmiş, inkişaf etmiş A variantı olacaq. C, B, A düzgün cavabımız B variantı.